İbn Abbas, İkrimə və Qətadənin rəvayət etdiyi başqa bir fikrə görə, qarışıq bir damla su ifadəsi ilə nəzərdə tutulan insanın yaradılışındakı müxtəlif mərhələlərdir. İnsan bətnində bir damla su ikən laxtalanmış qana çevrilir. Sonra bir çeynəmə ətə çevrilir. Sonra sümüklər əmələ gəlir. Sonra Allah Subhanahu və Taala o sümükləri ətlə örtür. Sonra onu tamam başqa bir məxluqa çevirir. Abdullah ibn Abbas və Mücahidin rəvayət etdiyi başqa bir rəyə görə, qarışıq su damcısı dedikdə, müxtəlif rəngli spermanın qarışdırılması nəzərdə tutulur. Kişinin sperması ağ və qırmızımtıl, dişinin toxumu isə qırmızı və yaşımtıl rəngdədir. Başqa bir fikrə görə qarışıq su damcası ifadəsində nəzərdə tutulan insanın mahiyyəti olan spermanın tərkibindəki müxtəlif maddələrin olmasıdır. Sonra, həqiqətən biz insana cənnətə gedən yolu göstərdik və tanıtdıq. O ya şükür edir, ya da nankördür. Mücahid bu ayəni belə izah etmişdir. Biz insana cənnətə və cəhənnəmə gedən yolu göstərdik. Ya cənnətə, ya da cəhənnəmə gedəcək. Qətadə bunu belə izah etdi. Biz insana getməli olduğu yolu göstərdik. Ya nemətlərə şükür edər, ya da nankörlük edər. Demək, Təbərinin rəyidir. Həqiqətən biz nemətlərimizə nankörlük edən və əmrlərimizə asi olanlar üçün cəhənnəmdə bağlanacaqları zəncirlər, əlləri boyunlarına bağlanacaqları halqalar və qırmızı alovla yandırılacaqları odlar hazırlamışıq. Ayənin özünü gətirir. Yenə də altında da yenə ayənin özünü gətirir. Bir şey yoxdur. Bəzi alimlər sadəcə burada ayədə qeyd olunan Kafurun behişdə bir çeşmə olduğunu demişlər. İnsan surəsi 6-ya baxırıq. Demək, Mücahid ayədəki onu istədikləri yerdən fışqıracaqlar ifadəsini istədikləri tərəfə çevirə biləcəklər. Yəni, istədikləri yerə aparacaqlar kimi şərh etmişdir. Sufyan əs-Sövri də belə izah etdi. Onlar istədikləri yerdə istifadə edə biləcəklər. O bunu belə izah edib. Keçirik 7-ci ayəyə. Demək, salih möminlər nəzirlərini yerinə yetirir və şərinin genişlənəcəyi gündən qorxurlar ayəsi haqqında. Təqvalı möminlər namaz qılmaq, zəkat vermək, həcc etmək kimi Allaha verdikləri nəzirləri yerinə yetirir və nəzirlərini yerinə yetirməsələr, pisliyin ətrafı bürüyəcəyi gündə Allahın onlara əzab verəcəyindən qorxurlar. Demək, Rəsulullah sallallahu aleyhi və aleyhi belə buyurur. Kim Allaha itayət etməyi nəzir etsə, Allaha itayət etsin. Kim Allaha asi olmağı nəzir etsə, Allaha asi olmasın. Mənbəni Təbəri gətirir, təfsirdə Buxaridən. Keçirik 8-ci ayəyə. Demək, Təbəri qeyd edir ki, ayədə adı çəkilən əsrlər haqqında Qətadə və İkrimə və Həsən əl-Bəsriyə görə müşrik olan əsrlərdir. Çünki bu ayə nazil olan zaman əsrlər müşriklərin əlindən alınmış əsrlər idi. Mücahid və Səid ibn Cübeyrəyə görə bu ayədə adı çəkilən əsrlər möminlərin əsrləridir. Təbəri qul sözünün bu siniflərin hər ikisini əhatə edəcəyini söyləməyin daha doğru olacağını bildirmişdir. Çünki bu ifadəni müəyyən bir sinifə aid etmək üçün heç bir dəlil yoxdur. 9-cu ayə. Mücahid və Səid ibn Cübeyr dedi, müttəqilər bu sözləri başqalarına ehtiram göstərdikləri kəslərə deməzlər. Halbuki Allah Subhanahu və Taala onların qəlblərində olanı bilir və onları belə sözlərlə tərifləyir ki, onlar bu cür işlərə davam etsinlər. Demək, 10-cu ayəyə keçirik. Ayədə qiyamət gününün tutqun və qorxunc olacağı bildirilir. Qiyamət gününün bu sifətləri müxtəlif yollarla izah edilmişdir. Əli ibn Əbi Təlhə, Abdullah ibn Abbasın rəvayət etdiyinə görə küsmüş kimi tərcümə olunan Abuseyn kəlməsi bəla, sərt kimi tərcümə olunan kəmtəriran sözü isə ucaboy deməkdir. Bu izaha görə qiyamət günü uzun və əziyyətli bir gün kimi təsvir edilmişdir. İbn Zeydə görə bu söz şər, şiddətli mənasındadır.
Buna görə də qiyamət günü pis və şiddətli bir gün kimi təfsir edilmişdir. Abdullah ibn Abbasdan rəvayət edilən başqa bir rəyə görə bu söz qaşqabaq salan gün, qaşqabaq və ya alnını qırışdıran gün mənasındadır. İkrimə və onun Abdullah ibn Abbasdan rəvayət etdiyi başqa bir rəyə görə onlar bu ayəni belə izah etmişlər. Qiyamət günü kafirin qaşqabağını sallayar, o qədər ki, gözlərinin arasından qətran kimi tər axar. Bu tərin adıdır. Bu izaha əsasən ayənin mənası belədir. Müttəqi möminlər deyəcəklər, şübhəsiz ki, biz kafirlərin qaşqabağını tökdüyü və alınlarından qətran kimi tər axacağı qiyamət günü Rəbbimizin bizə əzab verəcəyindən qorxuruq. Qətada isə belə deyir, o gün qiyamətin dəhşətindən üzlər qaşqabaq, qaşlar isə çatılacaq. 11-ci ayədə bəs eləyir. buyur. Mənim sualım budur. Ay Həzrəti Sünnülər və özlərinə əhl-i sünnə və cəmaat deyənlər. 11 dənə ayəni oxuduq, bir dənə Rəsulullahdan hədis gəlmədi ki, bunların şanının nuzulu nədir? Hamısı rəydir. Rəylə təfsir verirlər ki, cənnət belə, cəhənnəm belə. Rasulullah bu vaxtda bir söz deməyib. Yəni, o ayənin şanının nuzulu nədir? Surə-i Məsmud gəlib başa düşdüyünü, əvvəlini bildik, dediniz. Və bu ortalıqda gələn 6, 7, 8, 9 olan məsələ üçün ayələr kimi deyilir. Oruç tutun, namaz qılın, oruç tutun, namaz qılın. Hamı da oruç tutun, namaz qılın. Ona görə bu boyda surə gəlib insan. İnsan surəsi nümunə olaraq, kimlər üçünsə nümunə olaraq Allah Subhanahu wa Taala indirib. İndi bu günləri mən mövzunu açsaydım ki, hicab mövzusu, bu dəqiqə töküləcəydiniz bura, deyəcəydiniz ki, Ömərə vəhy gəlib. Bəs ilham gəlib. Ömər ibn Xəttab çıxıb çöldə görüb ki, Peyğəmbər zövcələri və onları tanıyıbdır. Sonra da deyib ki, ya Rasulallah, arvadlarına denən bağlan. Mən onları tanıdım. Allah da götürdü, hicab ayəsini nazil elədi. Sonra desəz ki, münafiq öldü. Ona namaz qılanda Ömər gəldi və dedi, ya bəs münafiqə namaz qılma. Rəsulullah dedi ki, mən istəyəcəm Allahdan günahlarını bağışlasın. Yox, qılma münafiqə namaz. Allah Öməri təsdiqlədi. İndi yaxşı, İnsan surəsi gələndə, yəni bu, Niyoceri bu da Abu Bəkir, Ömərin yəni fəzilətləri ya Osmanın fəzilətləri yoxdur ki, burada yazardınız. Yaxşı, onlarınki yoxdursa, bu surə niyə nazil olub ki? Bu hansı əməllərə görə bu İnsan surəsi nazil olub? Yəni bu vicdanlı olaq, bir balaca bir, yəni bu Rəsulullah, sünnə deyirsiniz. Bayaqdan oxuyuruq. Qardaş, İkrimanı oxuduq, Mücahidi oxuduq, Sufyan Soğrini oxuduq, Təbərini oxuduq, İbn Kəsir oxuduq. Nətər ola bilər ki, 6 dənə, 7 dənə fərqli alim, yəni əhl-i sünnənin alimi, yəni biri də namyok atmayıb ki, bu şanın nuzulu ya da bir dənə hədis gətirməyib, bayaqdan oxuyuruq, bir dənə hədis gətirməyib. Siz nəyin əhl-i sünnəsisiniz? İndi ona görə də dayandıraq, boş vaxtımız getməsin. Biz onsuz da bilirik ki, siz hidayət olmağa çox çətinlik çəkisiniz. İndi bir oxuyaq görək, Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmdən nə gəlib? Bu ayənin şanın nuzulu nədir və onun barəsində nələr deyilir? Bir-iki dənə hədis və rəvayət əhli şiədən mən sizə təqdim edəcəm. Sən nə danışırsan? İlkin, mən nə danışıram? Azərbaycan dilində nağıl danışıram. Xoşun gəlmir, çıx get, xoşun gəlir, qulaq az. Bir də salam yazmağı unutma. Girmirsən müsəlmanların içinə, sonra bir salam yaz. Sonra yaz da sən nə danışırsan. Həm də sual qoy. O da bilinmir, sən sual verirsən, yəni irad bildirirsən. Demək, İnsan surəsi. İmam Sadiq əleyhissalam ata-babalarından, əleyhissalamlardan demək, xitab olunur. Həsən əleyhissalam və Hüseyin əleyhissalam şiddətli dərəcədə xəstələnmişdir. Onları Adəm evladının ağası Məhəmməd sallallahu aleyhi və səlləm Əbu Bəkir və Ömər ziyarət etdilər.
Görsən, nə qədər deyirəm, həqiqətən də biz ədalətliyiz ya. Görsən, bax, bizim hədis birbaşa deyir ki, Məhəmməd sallallahu aleyhi və səlləm və böyründə Əbu Bəkir və Ömər gəlmişlər. Görsən, onların adlarını çıxartmırlar, yəni demirlər ki, onlar yoxdular. Onlar haqqında görsən, məlumatlar var, hədislər var. Ömər Əli əleyhissalama dedi, evə gəliblər, qonaq gəliblər, uşaqlar da xəstədir. Ey Əbülhəsən, Allaha vacib nəzir etsəydin, yaxşı olardı. Belə ki, Allah üçün olmayan hər bir nəzirdə vəfa etmək yoxdur. Əli bin Əbu Talib buyurdu, əgər Allah bu iki oğluma duçar olduqları xəstəlikdən şəfa verərsə, 3 gün ardıcıl oruç tutacağam. Fatimə sallallahu aleyhə də Əlinin söylədiklərini söylədi. Onların Nubiyyədən olan Fizzə adlı bir kənizləri də evdə var idi. O da əgər Allah bu iki ağama duçar olduqları xəstəlikdən şəfa verərsə, 3 gün oruç tutacağam dedi. Demək, evdə 4 nəfərdir. Əli əleyhissalamdır, Fatimə sallallahu aleyhə zövcəsi, 2 dənə də balası. Balacadılar. Və kənizləri Fizzə. Bu vaxtı elə ki Allah o iki yeniyetməyə duçar olduqları xəstəlikdən şəfa verdi. Əli əleyhissalam Şəmun ibn Xara adlı Yahudi qonşusunun yanına gəlib belə buyurdu. Ey Şamun, mənə 3 sağ arpa, yəni arpa unu, sağ ölçüdür, o vaxtın ölçüsü və onun müqabilində bir qədər də əyriməmiş yun ver ki, Məhəmmədin qızı onu sənin üçün əyirsin. Beləliklə Yahudi arpa və yunu ona verdi. Əli əleyhissalam Fatimə sallallahu aleyhə evinə gəlib belə buyurdu. Ey Allah Rəsulunun qızı, bunu ye, bunu da əyir. Beləliklə, onlar gecəni yatıb, səhəri oruc halda oyandılar. Elə ki, axşam düşdü, kəniz arpadan bir sağ götürüb, onu yoğurdu və ondan 5 kürə çörək pişirdi. 5 dənə kürə çörək pişirdi. Çörəyin biri Əlinin, biri Fatimənin, biri Həsənin, biri Hüseynin, bir də kəniz Fizzənin özü üçün. Əli əleyhissalam Allah Rəsulü ilə birgə namaz qılıb, iftarını açmaq üçün evinə geri döndü. Yəni Fatimənin evinə, gəldi öz evinə. Namazdan sonra. Elə ki, qarşılarına yemək qoyuldu və yeməyə başlamaq istədilər. Bu zaman bir dilənçi qapının arxasında dayanıb dedi. Salam olsun sizə, ey Məhəmmədin əhl-i beyti, mən müsəlman miskinlərindən biriyəm. Mənə yemək verin ki, Allah da sizə cənnət süfrəsindən yer etsin. Əli əleyhissalam və onlar hamılıqla əllərindəki yeməyi süfrəyə qoydular. Əli əleyhissalam bir beyt dedi. Ondan sonra xanım o beyti cavabladı. Oxumuram, uzun olacaq. Beləliklə də onlar öz yeməkləri ona verdilər və yalnız sudan dadıb oruc halında yatdılar. Demək, su içdilər, yatdılar, iftarı su ilə açdılar. Elə ki, axşam oldu. Kəniz 2-ci sağ miqdarında olan arpanı yoğurdu və ondan 5 ədəd kürə çörəyi bişirdi. Əli Peyğəmbərlə bir yerdə namaz qıldı. Sonra iftarını açmaq üçün evə döndü. Elə ki, qarşılarda yemək qoyuldu və yeməyə başlamaq istədilər. Bu zaman bir yetim qapının arxasında dayanıb dedi. Salam olsun sizə, ey Məhəmmədin əhl-i beyti. Mən müsəlman yetimlərindən biriyəm. Mənə yemək verin. Ki Allah da sizə cənnət süfrəsindən yedirsin. Əli əleyhissalam və onlar hamılıqla əllərindən yeməyi süfrəyə qoydular. Əli bu beytləri oxudu. Xanım Fatimə də ona cavab olaraq. Beləliklə onlar öz yeməkləri ona verdilər. Yalnız sudan dadıb oruc halında yatdılar. Və səhərlərini də oruc halında açdılar. Elə ki, axşam oldu, kəniz 3-cü
Sağ miqdarında olan arpanı yoğurdu və ondan 5 ədəd kürə çörəyi pişirdi. Əli Peyğəmbərlə birlikdə namaz qıldı. Sonra iftarını açmaq üçün evə döndü. Elə ki, qarşısında yemək qoyuldu və yeməyə başlamaq istədilər. Bu zaman bir kafir əsir, diqqət edin ha, bir kafir əsir qapının arxasında dayanıb dedi. Qarşı insafla davranmadınız, bizi əsir götürdünüz, qandalladınız, qul etdiniz və bizə yemək vermədiniz. Mənə yemək verin. Həqiqətən mən Məhəmmədin əsiriyəm. Əli və onlar hamılıqla əllərində yeməyi süfrəyə qoydular. Əli bu beytləri oxudu, xanım o beytlərə cavab verdi. Beləliklə onlar öz yeməklərini ona verdilər. Yalnız suzan dadıb oruc halında yatdılar. Səhər oyandılar və Allah onların nəzrini qəbul etdi. Əli əleyhissalam o uşağın əlindən tutdu. Onlar sanki üzərində tük bitməyən cücələrə bənzəyirdilər və acından əsirdilər. Uşaqlar ha, balacalar. Əli əleyhissalam onlara birgə Peyğəmbərin evinə getdi. Allah Rəsulü o iki uşağı gördükdə gözləri yaşla doldu. Və onların əllərini tutub Fatimənin evinə gəldi. Allah Rəsulü Fatimənin rənginin dəyişdiyini və acılıqdan qarnının kürəyinə yapışdığını görüb ona tərəf əyildi. Onun alnından öpdü və ağlayaraq onu səslədi. Fatimə sallamullahi aleyhə də ağ çəkərək dedi, İlahi fəryada yetiş. Ey Allah Rəsulü fəryada yetiş. Yəni ki, acdıq bunları 3 gün yalnız su ilə qalmaq, balaca uşaqlar, xanım. Bu zaman Allah Rəsulü başı göyə qaldırıb belə dedi, İlahi, Ali Məhəmmədi aclıqdan doydur. Bu zaman Cəbrail əleyhissalam nazir oldu, belə dedi, ey Məhəmməd oxu. Allah Rəsulü soruşdu, nəyi oxuyum? Cəbrail əleyhissalam dedi, oxu, şübhəsiz yaxşı əməl sahibləri kafur qatılmış cəmdən içəcəklər. Elə bir bulaq ki, Allah bəndələrini ondan içəcək və onu hər hansı bir təzdə istəsələr, axıdacaqlar. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar. Bundan dərhal sonra Əli evdən çıxdı və Əbu Cəbələ Ənsarinin yanına gedib soruşdu. Ey Əbu Cəbələ, mənə 1 dinar borc verə bilərsənmi? Əbu Cəbələ dedi, əlbəttə ki, ey Əbul Həsən. Allaha və onun mələklərinə and olsun ki, malımın çoxu Allah və onun Rəsulü tərəfindən sənə halaldır. Əleyhissalam buyurdu, bunların heç birinə ehtiyac yoxdur. Borc adı ilə olsa o zaman qəbul edərəm. Bunu da yadınızda saxlayın. Bu məsələyə baxın, bu insan, yəni ailəsi ac alıb, 3 gün keçib, pulu deyir, halal eləm sənə, nə qədər sən götür, deyir, yox, borc olsa götürərəm. Beləliklə, Əbu Cəbələ ona 1 dinar borc verdi. Əli ibn Əbu Talib o həmin 1 dinara yemək almaq üçün Mədinənin küçəsində dolaşmağa başladı. Birdən Miqdad ibn Əsvəd kindinin yolu kənarında əyləşdiyini görüb, ona yaxınlaşdı və salam verib soruşdu. Ey Miqdad, axı nə üçün səni bu yerdə belə kədərli və həzin görürəm? Miqdad ibn Əmir də əleyhissalamın şiyəsindən olubdu, saxab olubdu. Miqdad ibn Əmir kindi. Bunu yəni hamınız bilirsiniz də, tanıyırsınız. Miqdad dedi, Salih bəndə İmran oğlu Musanın söylədiyini söyləyirəm. Ey Rəbbim, həqiqətən mən sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam. Qəsas surəsi 24-cü ayə. Əleyhissalam soruşdu, ey Miqdad, neçə gündür bu haldasan? Miqdad dedi, 4. Əli bir qədər susub, sonra isə belə buyurdu. Allahu Əkbər, Allahu Əkbər. Məhəmmədin ailəsi 3 gündür acdır, sən isə 4 gündür açsan. Sən bu dinara məndən daha çox layiqsən. Beləliklə, Əli həmin 1 dinarı Miqdada verib yolunu davam etdi və Allah Rəsulunun məscidinə daxil oldu. Allah Rəsulu onu görən kimi əlini onun çiyninə qoyub belə buyurdu. Ey Əli, qalq sizə gedək, bəlkə də yemək yeyə bildik. Səni Əbu Cəbəldən 1 dinar borc aldığını eşitmişəm.
Beləliklə Allah Rəsulu onlarla birgə yola düşdü. Əli Allah Rəsulunu sallallahu aleyhi və həya edirdi. Belə ki, aclıqdan onun qarnı sanki Salam bir daş aleykum. bağlanmış. Və aleykum. Onlar Fatimənin qapısını döydülər. Elə ki, Fatimə Allah Rəsulunu gördü və cöhrəsindəki azlıq əlaməti aşkar oldu. Dərhal özünü çevirib qaçaraq, vay Allah və onun Rəsulundan utanıraq. Güya Əbülhəsən bilmir ki, 3 gündür bizdə yeməyə heç nə yoxdur, deyə fəryad etdi. Sonra o öz otağına keçib 2 rükət namaz qıldı və Allaha nida edərək dedi: Ey Muhammedin Allahı, bu Peyğəmbərin Məhəmməd, Peyğəmbərin qızı Fatimə, Peyğəmbərin kürəkəni və əmsi oğlu Əli, bu Həsən və Hüseyin də Peyğəmbərin nəvələridirlər. İsrail övladları səndən diləyib bizə göydən bir süfrə göndər dedilər. Maidə 112. Sən də onlara süfrə nazil etdin. Onlar isə ona küfr etdilər. İlahi, Ali Muhammed isə ona küfr etməzlər. Sonra o Allaha təslim oldu və bir halda ətrafına göz gəzdirdi və bu zaman yemək və xörəkdə dolu bir qazan götürdü. Onu gətirib Allah Rəsulunun qarşısına qoydu. Allah Rəsulu əlini qazana uzatdı. Bu zaman qazan, xörək və yemək Allahı təsbih etməyə başladı. Allah Rəsulu ayəni tilavət etdi. Elə bir şey yoxdur ki, tərifləyərək onu pak sifətlərə məhd etməsin. İsra 44 oxudu, sonra buyurdu. Qabın kənarından yeməyə başlayın, yeməyin ortasını dağıtmayın. Belə ki, onda bərəkət var. Beləliklə Peyğəmbər Əli, Fatimə, Həsən və Hüseyin yeməyə başladılar. Peyğəmbər yeməyini yeyir və təbəssüm edərək Əliyə baxırdı. Əli isə yeməyini yeyir və təəccüblü Fatiməyə baxırdı. Bunu görən Allah Rəsulu Əliyə belə buyurdu: Ey Əli, Fatimənin bu haqda heç nə soruşmamısan? Allah həmsənalar olsun ki, o sənin və onun məsələsini İmranın qızı Məryəm və Zəkəriyanın məsələsi kimi qərar verdi. Belə ki, Zəkəriya hər dəfə mehraba onun yanına daxil olduqda onun yanında ruzu gördü. Bir gün soruşdu: Ey Məryəm, sənə bu ruzu haradandır? Dedi, o Allah tərəfindəndir. Çünki Allah istədiklərini hesabsız ruzu verir. Ali İmran 37 oxudu. Ey Əli, bu sənin borc aldığın o bir dinanın bəhrəsidir ki, Allah bu gecə sənə onun müqabilində 25 hissə yaxşılıq əta etmişdir. Onun bir hissəsini gəlincə Allah səni bu dünyada öz cənnətindən yedirtdi. 24 hissəsini isə sənin axirət üçün saxlamışdır. İndi bax, gördünüz də hədisi, yəni bunun şan-nüzulunu oxuyuram. Şimdi orada ayədə keçir də, düzdür? Müsafir, yetim və əsir və onu doyurdarlar. Və görürsünüz necə doyurduqlar və necə Allah mükafat verir. Amma biz indi oxuduğumuz 6 nəfərin təfsirində bu haqda heç bir dənə nam yox da yoxdur. Başa namı heç o haqda bir dənə cəhd eləyib, məsəl üçün bir söz də deməyiblər. İndi Zeyd ibn Ərqəm nəql edir, deyir ki, azlıqdan Allah Rəsulunun qarnına sanki bir daş bağlanmışdı. Yeməyə heç nəyi olmadığı üçün həmin gün oruç tutdu. Sonra Fatimənin evinə getdi. Həsən və Hüseyin ağlayırdılar. Onlar Allah Rəsulunu görən kimi onun çiyninə dırmandılar və dedilər: Ey babamız, anamıza de ki, bizə yemək versin. Allah Rəsulü Fatiməyə buyurdu: Bu iki oğluna yemək ver. Yəni, eynən şeydə Zeyd ibn Ərqəm nəql edir. Və Zeyd ibn Ərqəmdən də nəyə görə adını çəkir? Müsahabadır da, bu gözünlə görüb. Yəni, bu Zeyd ibn Ərqəm orada yaşayıb, yəni bu Miqdad o vaxtı, bunlar hamısı Mədinədə yaşayıblar da. Və axırını oxuyuram, yəni ki, Allah Rəsulü buyurdu ki, ey Fatimə, qapıya bir əsir gəlib və dərindən ah çəkir, qalx və bunu ona ver. Yəni, həmən şeyləri o 3 nəfər gəlib, Allah Rəsulü deyir, əvvəldən bunlara ki, mənim xəbərim var. Əleyhissə, mən də çörəyi götürüb ona verdim. Soruşur ki, deyib, beləliklə Allah Rəsulü və biz həmin gecəni az yatdıq. Səhər həddən artıq az halda oyandılar və ayə nazil oldu. Və onlar yeməklərini özləri istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verdilər. Demək, bir dənə də hədis keçir Abu Rafidən. Abu Rafidən, sonra da eynən hədis keçir İbn Abbasdan. Abu Rafi, Resulullah sallallahu aleyhi və səlləmin yanında olan carcı olub Abu Rafi.
Zeyd ibn Ərqəm səxab olub, İbn Abbas həm səxab olub, həm qohum olub. Bir dənə də Miqdad. Yəni bax fikir verirsiniz, bu bizim həmən İnsan surəsinin bu ayəsinin təfsirinə olan 3-4 dənə hədisli sahabalardan. Bunlar gördükləri yazıblar. İndi mənim, ki bu boyda İnsan surəsi böyük bir tanınmış surəyə mən Əhl-i Sünnə təfsirlərində bəlkə də biz tapa bilmirik. Ya ola bilər indi salam aleykum, Çorn Arab buradadır, aşağıda Omar Farruq buradadır. Ola bilər tapıblar. İndi mən də istəyirəm ki, mən şan-ı nuzulunu İnsan surəsində olan həmən bu 7, 8, 9. Sonra bu ki cənnətdir, cəhənnəmdir. Bu məsələləri bildik, onu oxuyacaq, başa düşəcək. İndi orada onsuz da hamısı bu qeybi məsələdir. Biz bunları bilmirik. Amma kim cənnətə gedəcək, hansı əməllərə görə cənnətə gedəcək, bu şan-ı nuzulu nə olubdur? Bax, məsəl üçün, hamımız da deyirik ki, biz Əhl-i Beyt əleyhissalamı sevirik. Məhəmməd və Məhəmmədin ailəsini sevirik və burada heç bir ixtilaf yoxdur. Sadəcə olaraq biz təfsirləri oxuyuruq. Bizdə təfsirlərdə bütün məsələn hesablar var və sahabalardan nəql olunur. Məsələn, qabaq bizə İran bildirərdilər ki, deyirlər ki, məsələn, sən oxuyursan imamlardan gəlib, sən elirlər ki, sahabadan gəlsin. Mən oxudum da bu sahabalardan gəlibdir. Zeyd ibn Ərqəmdən, İbn Abbasdan, eyni mətnlərdir. Abu Rafi'dən. Yəni bunları xahiş edirəm, nəzərə alın. Bir dənə zəhmət olmasa biz tapa bilməmişik. Bəlkə sizdə var və ya məlumat. İnsan surəsinin 7, 8, 9 bu ayələri barəsində, yəni şan nuzulu barəsində sizə xəbər verilibmi ki, yəni bu əməlləri, məsəl üçün Əli, Həsən, Hüseyin və Fatimə, Allahın salamı olsun onlara. Elməddin, belə bir şey oxumusanmı haradasın? Sən də buradasan. Əgər oxumusansa, zəhmət olmasa bir dənə məlumat verərdin də. Mən məsəl üçün şəxsən tapa bilmədim. Bayaqdan oxuduq, İkrimadan oxuduq, Mücahiddən oxuduq, Sufyan Suridən oxuduq, Katadadan da oxuduq, Qurtubiyə də baxdıq, Təbəriyə də baxdıq. İndi bunlarda yox idi. İndi ola bilər bizim gözümüzdən qaçır, ola bilər indi biz PDF-də tapanmamışıq, ola bilər Arpaslan məsəl üçün bu haqda məlumatı olsun. Çünki Arpaslan maşallah olsun, ola bilər özündən indi hədis desin. Arpaslan bir hədis gətir görək. Bəlkə salam aleykum Qədirxum, necəsən, nə var, nə yox. Arpaslan bəlkə bir hədis gətirdi, ola bilər dedi, qardaş. Salam aleykum hər kəsə. Aleykum. Gelmədin, necəsən, nə var, nə yox, vəziyyət var. Artıq dərəcədə üzr istəyirəm, gecikirdim. Başa düşmədim. Qısa məlumat verə bilərsən, qısa. Qısa məlumat bunu vermək istəyirəm ki, İnsan surəsi barəsindədir bugünkü mövzumuz. İnsan surəsi. İnsan surəsinin ayəsi var. O ayədə də belə bir söz keçir. Deyir ki, və onlar yeməklərini özləri istədikləri halda, yəni ehtiyaclı olduqları halda, Allaha olan məhəbbət üzərindən fəqirə, yetimə və əsirə verərlər. Bunun şanı nuzulu nədir? Mən məsəl üçün oxudum, Əhl-i Sünnədə tapılmadım. Üzrsən, bunun şanı nuzulu Əhl-i Sünnədə var. Bu Həzrət Əli və onun ailəsinə gəlib. Bir gün az qalırlar, əsirə verirlər, bir gün Allah ayə göndərir onlara. Bu Əhl-i Sünnədə belə keçir. Xahiş edirəm, bir dənə zəhmət olmasa o hədisi oxuyardıq da, mənim də ürəyim rahatlaşardı. Mən tapa bilmədim, ona görə məsəl üçün narahat oldum. Çünki mən hədisi oxumamışam. Mən Əhl-i Sünnətin dərslərinə qulaq asıram. 76-cı surədir. Tornara. Aç İbn Kəsirdən oxu da buradayıq. İnsan surəsi neçənci ayədir? 76. İnsan surəsi 76-cı surədir. Yox, ayə neçədir, ayə? Ayə 7 olmalıdır, səhv eləmirəmsə. Mən də bilirəm ki, İnsan surəsində Həzrət Əli və onun ailəsinə gələn ayələr var. Mən onu bilirəm. Ancaq qoy oxuyaq, baxım İbn Kəsirə bir dənə. Bir sən niyə? Sabu, mən istəyirəm ki, yəni cəmaat bu haqda mənə suallar verir. Deyirəm, mən elə şey Çünki Əli müəllim, Yevlaqdan gəlirdik. Əli müəllim, bax, qoy dəqiqin deyim sənə. Əli müəllim, Yevlaqdan gəlirdik, o Xəyyamın evi tikilən ərəfədə. Ustaları gətirməyə getmişdim. Nizami var, bilməm tanıyır, o saqqallı olan var ya Nizami, Hişam tanıyır. Yolda Turala dedi, Nizami Turala dedi ki, İnsan surəsini qoy, dinləyək. Ali bin Abu Talib radiyallahu anh və Həzrət Fatimə namısı haqqında gəlib. Mən ondan eşitmişəm bu sözləri. Və biz yolda ərəb dilində İnsan surəsini dinlədik.
Bilirəm. Mən oxu bilirəm, mən də eşitmişəm. Amma tapa bilmirəm ki, hədisi oxuduğum Qoy sən onu İbn Kəsirdən aç nağdı. Aç görə alim nə deyir də indi özümüzü nə O bir edək? dənə Baksın uşağı, içərisini yəni. gətirir. Aç indi bir dənə də söz verirəm. Ay buradakı şiələr. Bu 92 nəfər. Bundan sonra əhl-i sünnə sizə desə ki, 4 xəlifəni qəbul eləməyən kafirdir, bilin yalan deyirlər. Çünki bayaqdan özləri ilə bəhs eləyirəm. Hamısı deyir ki, Ömər'i, Abu Bakr'ı qəbul eləməyən xəlifə kimi kafir deyil. Və burada da artıq haqlısınız. Rahat qəbul eləməyə bilərsiniz. Yəni özlərin bizdə məsələ imaməhdi qəbul eləməyən Üsuliddindəndir. Qəbul eləməyən, yəni necə Üsuliddin? Mənə görə Üsuliddin bir kişidir. O kişinin öyrətdiyində də imamətə vilayəti var. Qəbul eləməyən kafirdir. İndi bunlara görə Ömər, Abu Bakr qəbul eləməyən xəlifə kimi kafir olmur. Bundan sonra rahat olun. Hansı əhl-i sünnə canlısında sizi təkvir eləsələr, dəlil istəyin, dəlil. Yoxdur dəlillər. Böyün Qəmbərov, güya Alparslanla Seysadıq mənə sıxır güya öz aləmində. Mən Süleym ibn Qeysdə 13 oxumamışam, qardaş. Biz Süleym ibn Qeysdə deyir. Üzrsən, bu təfsirdə gəlir. Təfsiri Əl-Kəşşaf. Həzrət Əli Həsən Hüseynində oxudum. İnternetdə yazdım, qabağıma çıxdı. Təfsiri nə? Təfsiri Əl-Kəşşaf. Valla İbn Kəsirdə yoxdur. İbn Kəsirdə 3-cü surədən başlayır şərh verməyə. İbn hədis də gətir, amma o başqa məsələdir. Heç əleyhissalamın adı keçmir. Baxa bilər kim istəsə İbn Kəsirin təfsirinə. Dayan mənim Kafirin surəsinin axırıncı ayəsindəki qardaşım deyəcək. Nerede dedik? Bir dənə də çıxdı. Təfsiri Əl-Durrul Mənsur. Mənsur. Əl-Durul Mənsur baxımda var məndə. Təfsir Durul Mənsuru Durul Mənsur. Mən bilmirəm kimdir. Oxuyun. Təfsir Durul Mənsur şey yazıb. Nədir ona da? Burada da yoxdur. Təbərani, İbn Mərduyə və İbn Əsakir yenə hədis gəlir. Allah Rəsulü haqqında. Durul Mənsur Suitinindir. Onu qəbul eləmirlər. Ömər Farruq, yazırsan, bəddua eləmək, əgər bir adama mən bəddua eləyirəmsə, küfürü qoy qırağa, söyüş İslamda yoxdur usta. Mən bir adama bəddua eləyirəmsə, ya mən deyəndə indi hər kəs. O Allahla onun arasında qul haqqıdır. Adama əgər düşmürsə, o bilər olur. O mən tutmur ki. Hişam qardaş, əgər bu Rəşidi xəlifələri kimsə qəbul eləməyən təkfir olunursa, onda gərək birinci Muaviyə təkfir olunsun. Da onda belə bunu qəbul eləyək. Yəni belə yola çıxağım, belə xoşuma gəldi. Və belə qəşəng gedəndə yolumuzu. Yəni burada yolumuzu rahat gedəndə bilən ki, bu təkvirə düşmür. Vəssalam. Hətta birinci xəlifə Əbu Bəkir qəbul eləməyənlər oldu. Gərək onlar təkfir olunsun. Yox, indi səhabə 3 dənə sevimli nəsil, onlar istisna oldu. Osman ibn Əffan. Onu nə qədər insanlar qəbul eləmədi, sahabələr. İşte gözəl də bunu yəni şiələrə əvvəl irad bildirirdilər ki, siz xəlifəyə dil uzatdığınız üçün artıq qəbul elədik ki, xəlifəyə dil uzatmaq əhl-i-sünnədə bəyənilmir, amma dindən çıxmır da. Vəssalam da, yəni bəddua eləyən dindən çıxmır ki, yəni bu şiələri mən ömrü boyu eşidirdim ki, siz bunu eləyirsiniz, bunu eləyirsiniz. Səhabəni qəbul eləm, xəlifəni qəbul eləməyən kafirdir, amma bundan sonra düz başa düşdük ki, müsəlmandır, sadəcə günah eləyir. Vəssalam. Ümid qoşmaq ancaq Qəmbərovdadır. Məndə yoxdur funksiyon. Hə. Yəni indi zəhmət olmasa, zəhmət olmasa. Mənə bir dənə tapın, ümid tapırsansa qalx oxu. Bəlkə ümid tapır. Sən görə. Qəmbərov, bax, Qurtubiyə də baxıram. İcazə ver. Bax, demək Qurtubiyə də baxdım. İbn Kəsirə də baxdım. Durul Mənsura da baxdım. Təbəriyə də, Beydaviyə də, Nəsəfiyə də, Cəlaleyniliyə də. Yoxdur qardaş, elə bir şey yoxdur. Başqa nə təfsir varsa deyim. Mən bilirsiniz nəyə görə deyirəm? Bu hamının dilindədir də bu. Amma kimdən bunu soruşsan, amma məsələn görsən sən bu ilə razılaşdı, Elməddin də dedi. Yəni kimin dili
Diləndirsən deyirlər ki, nə, belə bir şey olubdur. Bunlar yeməklərini veriblər, nəzir tutublar. Məsələn, hətta bizim mən məsələn təfsiri oxuyanda mən nədən başladım? Deyir ki, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm, Əbu Bəkr, Ömər gəldilər, gördülər ki, Həsən Hüseyn xəstələniblər. Və məsləhət verdilər ki, nəzir dinən, əleyhissalam xanım Fatimə Fizzə nəzir dedilər. Gör, hədisə baxa bizdə. Yəni ki, onlar da gəldilər və belə bir söz deyildi. Belə bir söz deyilən sonra 3 gün oruç tutuldu. Sonra da 3 gündə oxudum ki, qapı döyüldü. Məsəl üçün gəldi, hətta axırda kafir əsir gəldi, kafir əsir. Başa düşürsünüz, gör ha, ona da verirlər yemək. Yəni söhbət nədən gedir? Bu elə bir ixtilaf olmayan bir mövzudur da, düzdür. Yəni burada yemək veriblər də, oruç tuturlar, yemək veriblər. Allah onların əvəzinə məsələn vəd verib ki, bu dünya o dünya əsasında cənnət. Burada yəni ixtilaflı bir şey yoxdur. Prosta məsələ buradadır ki, bu mövzu yəni mən açığı büyüyünə qədər bilmirdim. Mən də elə bilirdim elmətli kimi. Bu mövzu amma oxuyuruq tapa bilmirik. Deyirəm bəlkə səhv eləyirik, bəlkə məsələn başqa bir kitablarda da var. Sən İnsan surəsini mən şeydən oxuyum. İbn Abbasdan mən də oxuyum. Bir dənə İbn Abbasdan oxu. İbn Abbas bizdə var burada. İndi oxudum. Bəlkə onlarda da var. Məndə var İbn Abbas, gözlə. Salam aleyküm. Yəni İbn Abbas oxu. Surənin nömrəsini de, surənin nömrəsini. 76 olsun. Hər vaxtın xeyir Ümid. Salam aleykum. Mümin nətərsən? Ümid, salam aleykum. Ümid qardaş necəsən? Axşamınız xeyir olmasın. Salam ay Saşa, mənim əzizim, nətərsən? Bir dənə mövzu bitəndə imkan olsa mən də bir dənə sual verərdim də Əli müəllim. Hə, buyur. Mövzu ilə bağlıca ver. Mövzu ilə bağlıdır. Bəyən bu Hə, mövzu ilə bağlı ver. bəs onda belə deyək də, Hacı Şam dedi ki, bəs bunlar əgər 3 xəlifəni, Rəşdi xəlifəsini qəbul eləmirlərsə, təkfir olunmur da. Düzdür, daha şiələrə niyə Rafiz adı qoyurlar ki, Rafiz olub dindən çıxdılar 3 xəlifəni qəbul eləmədiklərinə görə. Deməli, bu da boş bir böhtandır. Bayaq orada bəhs oldu, eşidirsən. Dinləyirdim. Dedilər kafir deyil, yəni bundan sonra onda Rafizi niyə deyirlər bizi? Biz inkar edirik kimi? Yəni inkar edirik, Peyğəmbəri inkar eləmirik ki, biz prosto oralara... Rafizi dindən çıxmışa deyilmiş ki. Rafizi üst söndərən. Üst döndərən kimdən? Xəlifədən üst döndərən. O adamı kafir eləmir ki. Rafizi sözünü zaten siz qəbul edirsiniz və özünüzə Rafizi deyirsiniz. Hacı Hörmətdin, sizə görə zamanənin xəlifəsi idi də, 3 xəlifə. Ona tabi olmayan hökmü nədir? Onun tabi olmayan xata eləmişdir, vəssalam, qutardı. Əli neçənci ayədir? 7-dən başlayım. 7 olmalıdır, 7. O qədər sahabələr olub ki, Əbu Bəkirin birinci xilafəti dövrü Əbu Bəkir qəbul eləməyib. İndi biz deyək ki, bu dindən çıxıb. Ayırmadın, dinlə. Yox, siz Sələfi Salihin deyirdi də, yəni mən çox eşitmişəm burada, 6 ildir buradayım. Onlar kimsə deyibsə də xəta eləyib. Yo, onu belə deyim də, bir dəfə Samir müəllim Red Pillerdə çıxdı, dedi ki, İbn Teymiyədə belə rafizələrə müşrik demir, sadəcə qulub əhlinə deyir. Onu Samirlə mən bəhs eləmişdim, bir dəfə video qoymuşdum onun üzərində, mövsüm də orada. Bugünkü məsələni bağlayaq, yəni bilin ki, bundan sonra əhl-i sünnət bizi, yəni xəlifələri qəbul eləmədiyimiz üçün kafir bilmir. Onda əhl-i Quranilər də qəbul eləməzdir. Quranilər də Peyğəmbəri qəbul eləyir, xəlifələri ümumən qəbul eləmir. Onlar da kafir düşmüş onda. Mən zaten Saşan kafir görmürəm ki. Burada hamınız kafir görürsünüz, mən görmürəm. İcazə versəz Quran ayəsini oxuyaram. Buyur hacı. Bismillahirrahmanirrahim. Onlar türkçədir amma. Onlar adaqlarını yerinə gətirirlər və kötülücə hər tərafı kuşatacaq olan bir gündən qorxarlar. Budur bu ayə. Bu ayədir Əli. Yox, belə keçir də. Allaha olan fəqirə, yetimə və əsirə verdilər yeməklərini. Neçənci ayədir? Onu bir dənə dəqiqdə görürük. İnsan 8. İnsan surəsi Kəndi 8. canlarını Bismillahirrahmanirrahim. Kəndi canlarını çəkməsinə rağmen
Yeməci yoxsula, yetimə və əsirə yedirdirlər. Kəndi canlar, bax oxuyuram buradan. Kəndi canlarına rağmen yeməyi yedirirlər. Az olmasına və canlarının çəkişməsinə rağmen. Yoxsula, yetimə, bu belə verir də, bilsən də hərf. Müsəlman yoxsul və yetimə və əsirə, müşriklərin əllərində tustaq bulunan müsəlman əsirə, zina əhlinə yedirirlər, zindan əhlinə yedirirlər. Burada İmam Əlinin adı yoxdur axı. Burada Şam qardaş, yazmıyor. səhv eləmirəmsə Əli qardaş, mən bunu eşitmişəm Əlxan Musayevin dərsindən. İnşallah bir araşdıraram. O hissəni tapsam sizə ataram. Mən indi bir dənə elan verim. Qardaşlar, hamımız buradayıq. Bir dənə elan eləyim. İndi mən dedim 100 nəfəri keçsə elan eləyəcəyik. Yəni bugünkü hədəfimiz var. İndi sədaqə yığacaq 590 manat. 590 manatın içində usta puludur, bir də maşın puludur. Qardaş. Əli müəllim, siz ilk öncə Əli müəllim 110 nəfərdir. Bir dənə xahiş edin ki, 1 dəqiqə ekran tıklasınlar ki, belə spama gedəsiniz. 1 dəqiqə xahiş edin uşaqlardan ekran tıklasınlar. İndi bir dənə dinlə. Buyuruq. İndi paylaşacaq kartı. Kimin nə imkanı varsa 1 manat, 5 manat, 10 manat, kimin Allah qəbul etsin, el gücü, sel gücü. Onların o remont işlərini bitirək. Başlamışıq. Ona görə də yəni remont işlərini Allah buyur. versin, inşallah versinlər. Bax, İbn Kəsir çox ayənin nüzul səbəbini yazır. Heç bunun nüzulunda yazmayıb bax təfsirdə. Bəs mən də onu elə şey eləmək istəyirəm də, başa düşə bilmirəm. Axı dillərdə bu var. Kimdən soruşuruq bu var. Hətta görmüsən Elməddin deyir ki, mən deyir onu Əlxan Musayevin dərsində deyir. Yaxşı, bu Əlxan Musayev bunu xalqdansa oxuyub da, qardaş. Əlxan Musayev savadlı adamdır. Əlxan Musayev elə adam deyil ki. Bunun nüzul səbəbində də burada yoxdur. Ay Kornara. Ha, Mənim kafi qardaşım. De görüm orada bu var, bu səndə. İbn Kəsirə baxdım, yoxdur. Nüzul Salam səbəbi. aleykum, hər vaxtınız xeyir. İbn Kəsir qəbul etmir onu. Yox, qəbul etməməyi mübin problem deyil. Yox, Sadəcə. rahatsız olma səbəbi əslində var, başqa şeylərdən bəhs edir. Onu bir dənə oxu da, sən xahiş edirəm İbn Kəsirdən nüzul səbəbini. O söz deyim oxusun olar. Bir dənə fikrimi deyim oxusun. İnşallah. Bax bir dənə bir söz deyim. O xüsusiyyəti, xarakteri kimsə edibdir. Allah da onu bəyənib, ayət indirib. Həmən o insanın insanlıq xüsusiyyətlərindəndir. Yəni o gözəl əməl olan. Yəni kim onu həyata keçirərsə, həmən o da həmən o xüsusiyyəti xarakterə düşür. Bildim, onu çox sahabə edirlər. Bəli, bəli. Yox, bir nəfər kimsə edibsə, Allah da bəyənib və ümumə onu şamil edib. Yəni Yox, qoy bir dənə Kornara bu. Siftdə oldu 3 manat 13 qəpik, bir də 10 manat. Allah qəbul eləsin. Allahumma salli ala Muhammed və ali Muhammed. Allah kim atdısa Allah mülkünə bərəkət versin. Sədəqə Amin. canə qalan qardaşlar. Təfsir var, Təfsir Əl-Kəbirdə deyir var. Oxu gör orada var. Var o kitab sizdə. Necə? Təfsir Əl-Kəbir, mən bilən Fəxrəddin Razidir də, səhv eləmirəmsə. Təfsir Əl-Kəbiri qəbul edin. O kimdir ki? Fəxrəddin Razi, səhv eləmirəmsə. Suyuti ilə Fəxrəddin Razini qəbul. Onda belə çıxır ki, onda elmədim. Bu əgər bu təfsir Fəxrəddin Razidədirsə, ya da məsəl üçün Suyutidədirsə, Durul Mansurda. O ordandırsa, onda bu bizlərdə yoxdursa, bu da bir interesli bir sual. Fəxrəddin Əl-Razi Mədinə Universitetində onun təfsirindən dərs keçirir. Fəxrəddin Əl-Razi balaca alim deyil ki, xətaları da olsa İslamda böyük alimdir. Biz Fəxrəddin Əl-Raziyə məxsum demirik, amma xətasız da demirik. Alim idi də qardaş, xətası da var idi, düzü də var idi. Vəhy emmirdi, ilham gəlmirdi. Təbii ki, səhv eləyə bilərdi. Mən səhvinə görə
demirəm. Mənim üçün doğrudan paradoks bir şey gəldi ki, paradoks bir şey. Bu necə ola bilər? Mən bilirsən, mən bu yaşa gəlib çatmışam, mən də Allahdan da olsun elə bilirdim ki, yəni burada Yox, ona Ömər qardaş, Fəxrəddin Razi Mədinə Universitetində Fəxrəddin Razinin kitabından dərs keçirilir. Amma Fəxrəddin Razini belə deyək də, bütün kitabı səhih deyə bir anlayış yoxdur. Fəxrəddin Razinin əşəri məzhəbinə uyğundur. Bir dəqiqə dayanın Kor Narab görüm axı. Bir dəqiqə sən. Ay Kor Narab. Ha. Yəni mən bir də nüzul səbəbini tapım, səbirli ol. Onu Bir dənə tapdım. söz deyim. Demək Fəxrəddin Raziyə baxıram. Orada belə bir şey yoxdur. Hətta keçir ki, Əbu Bəkir Əl-Əsam, Əbu Əli Əl-Cubbayi, Əbul Qasim Əl-Kəbi, Əbu Muslim Əl-İsfahani və Qadı Əbul Cabbar İbn Əhməd kimi görkəmli Mötəzilə alimlərindən heç biri öz təfsirlərində ayənin Əli ibn Əbu Talib əleyhissalam haqqında nazil olduğunu bildirməmişdir. Lakin alimlərimizdən Vahidi Kitab Əl-Basit əsərində bu ayələrin Əli əleyhissalam haqqında olduğunu bildirmişdir. Müqatildən olan kəşşəf sahibi də bu əhvalatı daxil etmiş və İbn Abbasdan Qulaq olsun mən oxuyum. Səbirli olun qardaş. Bir dəqiqə. 10-cu Onlara ayədə tapdım. gəlir. Həzrəti Hasan və Həzrət Hüseyin çocuqkən, qulaq asın. Həzrəti Hasan və Həzrət Hüseyin çocuqkən bir hastalığa yakalandılar. Hazreti Ali və Həzrəti Fatimə 3 gün oruç tutmayı adadılar. Türkçə oxuyuram, deyil mi? Onlar iki sözlərdə birinci gün iftarlarını açacaqları zaman bir Rahat olun, mən də əli oxuyuram. Rahat oxuyun. Olsun Allah rızası için yiyecek bir şeyler dedi. İstedi yani. Sofralarındaki yiyeceklerini verdiler. Suyla iftar edip ikinci gün oruca niyet ettiler. İkinci gün iftar vaktinde bir yetim kapıyı çaldı. Allah için bir lokma deyince yine 7. ayenin şeyini okuyuram ha tefsirin. Allah için bir lokma deyince yine sofradaki yiyeceklerini ona verdiler. Kendileri suyla iftar edip ertesi günün oruç niyeti ettiler. Üçüncü günü aynı saatlerde bir köle gelerek yiyecek istedi. Yine sofralarındaki lokmalarını ona ikram ettiler ve yine suyla iftar ettiler. Bunun üzerine bu ayetler nazil oldu. Vəssalam da onda verib də əli. İbn Kəsirdir bu. Bir də mənə atıblar. Bu İbn Kəsirdir Kor Narab. Yok. Vahidinin Esbabül Nuzul 470, Zəməxşərinin El-Kəşşəf 6. Zəməxşərini qoqrağa İbn Kəsirdə yoxdur da. Yok, İbn Kəsirə dedim axı yoxdur qardaş. Ha, Zəməxşəri kimdir ki? Təbəridə də yoxdur, Hüsnü İbn Kəsirdə də yoxdur. Neçənci İbn Kəsirdə dedim yoxsa Zəməxşərdə var. Və deyirdi Zəməxşərdə yoxdur, Həsənov. Zəməxşər demədik, dedik Təbəridə yoxdur, İbn Sən Kəsirdə Zəməxşəri yoxdur. də dedin. Həsənov, Zəməxşəri də dedin. Aradan Zəməxşərin adını da indi kaydı çıxardıq göstərim ki deməmişəm. Səbu, yekə oğlansa deyirəm deməmişəm. Durum da üzvə 5 dəqiqə. Səbuği vəziyyətdən Allah elmi və bərəkət versin ay Səbuği. Doğrudan da bu boyda adamı Sabır maşallah şeyx oldu ya əməlli başlı. Əli müəllim, təfsiri Qurtubidə var. Qulaq asın. İbn Qurtubidə var. Amma Arpaslan aşağıda yazıb ki, o təfsirin qaynağı Mükatil bin Süleymanın təfsirindən gəlir. Deyirəm, Arpaslan bu işləri bilir, qardaş. Şpakulovka çəkməyi də gözəl bilir. Prosta qurumamış aboy da vurur. O da Bax, qardaşlar, diqqət eləyin. Fəxrəddin Razi bunu gətirir və Alparslanın dediyini qeyd edir. Deyir ki, müqatildən gəlir. Bayaq dedim də, oxudum. Var orada Əli əleyhissalam haqqında. Bir də İbn Cövzi də var təfsirində bu haqda. Başa düşdünüz? Və deyir ki, fəqət insan surəsində Fatimə salamullah əleyha üçün nüzul olan bu ayələrdən sonraki cənnət təsvirində hurilərdən heç bəhs edilməməkdədir. İbn-i Cövzi belə deyir, Allah subhanahu və taala Fatimə salamullah əleyhanın bu davranışını çox sevdi. Fatimə salamullah əleyhanın Əli əleyhissalama digər qadınlardan nasıl qısqandığını da bilirdi. Çünki onun bundan başqa bir qadınla evlənməsinə müsaade etməmişdi. Nauzubillah. Nə deyim? Yox, qəbul eləmə, düz qardaş. Gətirdik, ay əli müəllim. Niyə gətirdik də qardaş, nə istəyirsiniz bizdən? Mən sözdən heç nə istəmirəm. Mən
Mən özüm bu günləri şoka düşdüm. Ona görə axtarış verdim. Yoxsa mövzunu Şoka da davam düşmür, şoka edirəm. düşmür. Şoka Əli düşmür. Alparslan düz deyir ha. Hələ qardaş, onsuz Ay, Sabri, da Alparslan bizim dedi. Azərbaycan milləti Həzrət Əliyə xüsusi sevgisi var. Qeyri-sahabiləri sıxmaq şərti ilə. Onsa bir Həzrət Əlidən gözəl şey gələndə qəbul edirik. Hə, Çünki bu qardaşlar. söz mənim yadımdadır ki, mən deyirəm yolda dedilər İnsan surəsini dinləyək. O Həzrət Əlidən Həzrət Fatimə haqqında gəl. Mən onu bilirəm. Sən dedin o yadıma, o söz mənim yadımda. Əhsən, qardaşlar, bu bizim Ümid qardaşın 6 ildir, 5 ildir TikTokda olduğuna görə, biz də burada hələm heç nə bilmədiyimizə görə məsləhətinə qulaq asaq, deyir ki, yəni şeyimiz çoxdur. Spama gedə bilərik. Biraz tıqqılbab eləyin zəhmət olmasa. 125 dənə adam var. Və 1 manat 80 qəpik, bir də 1 manat gəldi. Allah qəbul eləsin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hədəfi dəyiş. Erasimi tapın gətirin də və o dünənki Ay, mənim Sabri. papanim kimi. Görək kim elədi qurtardı. Əlinizdəki tək təfsir, yəni onu Alparslan düz deyir, müqatildən gəlir. Başqa yoxdur. Yəni mənbə, əsas mənbə oradır, müqatil. Vəssalam. Onu da qardaş, nə bilim, qəbul edirsinizsə, digər ayələrə də baxaq. İndi daha önce aranı qatmaq lazım deyil. 2 dənə məsələni Elməddin dedi. Dedi Fəxri Razi, bir də Durul Mənsus Suyuti. Bu Elməddin dedi, düzdür? Zəməxşərini də Səboy gətirdi. Yəni indi var. Mən elə bildim, yəni sən oxudun, 5 dənə şey oxudun. Mücahid, İkrima. Durul Mənsurda yoxdur. Necə yoxdur, oxudu da. Durul oxuduğu Zəməxşəridəndir, o da müqatildəndir. Fəxrəddin Razi də zaten onu deyir ki, onu bir dənə müqatil gətirib. İstəyirsən açın Müqatil. Arpaslan da deyir ki, müqatili deyir, çoxu deyir, təfsirçilər deyir, onu ciddi almır. Arpaslan niyə ciddi almır? Bax. Üzr istəyirəm Qəmbərov. Fəxrəddin Razi də zaten deyir ki, bunu heç bir kəs qəbul eləmir. Bir dənə müqatildə gəlir. İstəyirsən açın bir oxuyum. Bir də oxu görün, bir də oxu. Zəhmət olmasa icazə verin, bir də oxuyum. Əlim mənim, qoyun heç kim qəbul eləməsin də biz qəbul eləyək. Yox, bax, ay, onu oxuyuram. Sənlə mən onsuz da çox şey qəbul eləmişik. Söhbət onda deyil. Bayaqları sənin yerlilərin gəlmişdi. Qumda oxumuşdular. Maşallah olsun, Allah elmlərinə bərəkət versin. Qonaqlarım idi. Ürəyimdən keçdi, dedim, bəlkə insan da yolu dəyişir, mənim yanıma gələrsən. Çox maraqlı söhbət gedirdi. Onlar da elə hər şeyi qəbul edirdilər. Amma məsəl üçün o məğzi ki, başladım toxunmağa o simlərə, o məsələn dərin məsələlərə. Orada o başladı məsələ. Çox maraqlı. O dərin simlər nədir ki, bizə də toxun da. Gəlmişsən, onlar moqqunu alıb gəlmişdilər. Əllərində moqqu prəmur girmişdilər içəri. Kim gəlmişdi? Kim gəlmişdi? Moqqonu mənə yedizdilər, özləri yemədilər. Dedilər, biz hidayət tortu yeyə bilmərik. Mümkündür. Özün ye. Kim gəlmişdi? Yox, kim gəlmişdi? Qum hovzəsinin müəzzinləri gəlmişdilər. Yəni elm. O moqqo tortu ilə cəmaatın canına qorxu salma. O moqqo tortu mən aldım evdə 3-4 dəfə də yedim ki, görüb rafizilikdə nə var, nə yox, gördüm heç nə yoxdur. Ona görə təfsir tapamısan. Əli qardaş, olar sənə bir sual verim. Buyur. Mənə çox maraqlıdır. Hişam qardaşa verdim o sualı. O sualı dedi ki, sənə göndərəcəm, amma belə cavab vermədi. 2 dəfə soruşdum, cavab vermədi. Yəqin ki, özü də burada işdir. Bu, Həzrət Əlidən sonra Əmir Əl-Möminin İmam Həsən əleyhissalam oldu. Əmir Əl-Möminin yox, əmir sahibi oldu, xəlifə oldu, yəni imamdır. Amma Əmir Əl-Möminin bir dənə Əli əleyhissalama verilən bir ləqəbdir. O heç bir imamlar onun üstünə götürməyiblər və bizdə hədislər var ki, İmam Həsən əleyhissalamın dövründə onun yanında olanlar ona möminlərin əmri deyə müraciət edirdilər. İmam Həsən də qəbul edirdi. Yox. O imamlardan hədislər var ki, o adı yalnız bizim atamız Əli əleyhissalama məxsusdur. Bizə olmaz onu demək. Biz onu qəbullanmarıq. Bir dənə möminlərin əmri Əliyə məxsus bir şey. Yaxşı, onda o vəzifəsi nə idi onda İmam Həsənin?
Yox, vəzifədən söhbət getmir. Hamısı əmr sahibidir ya. Möminlərin əmri niyə Əliyə verilibdi? Onu deyəcəm. Və nə vaxt təsdiqlənəcək, onu da deyəcəm. Yox, üzr istəyirəm. Bu imam məsələn əmr idi də. Möminlərin əmri idi, yoxsa da başqa şeyin əmri idi? Yox, müsəlmanların əmri idi. Bütün hamının əmri sahibidir. Söhbəti yox. Amma o ləqəb kim var? Möminlərin əmri. Bu axırıncı döyüş günü olacaq İblislə Məhəmməd peyğəmbərin sallallahu əleyhi və səlləm. Məhəmməd peyğəmbərin tərəfdarları, bir də İblisin tərəfdarları. Orada bayraqlar olaraq möminlərin, yəni bütün peyğəmbərlərin və bəstilərin şeylərin ki, rəzət dövrü olacaqdır. Orada möminlərin əmri, bütün möminlərin başında bayraqlar olaraq, komandan olaraq Əli əleyhissalam olduğuna görə orada o ad təsdiqlənəcək, hansı ki ona verilibdir və zərr aləmində o əhd alınıbdır ki, Əli möminlərin əmridir. Peyğəmbərlərdən, vəsilərdən və sağ tərəf əhlindən. Sol tərəf əhlindən inkar edir. İmam Mehdi möminlərin əmri olacaq. Möminlərin əmri deyəndə o ləqəbi üstə heç o da götürə bilməz. O bir dənə o kişiyə məxsusdur. O olacaq da əmr sahibi. Onda İmam Mehdiyə biz tabe olmaya bilərik də, çünki möminlərin əmri deyil axı. Yox, əmr sahibidir. Niyə tabe olmuşsan ki? Ləqəb olaraq. Axı möminlərin əmri deyil. Yəni mən də özüm mömin hesab edirəm. Mən niyə ona tabe olum ki? Yox, əmr sahibidir, xəlifədir, imamdır, tabe olmaq da vacibdir. Çünki Quran ayəsidir. İtaət edən Allaha, Rəsula və aramızda olan əmr sahibləridir. Amma möminlərin əmri ləqəb olaraq bir dənə Əli əleyhissalam aiddir. Ləqəb kimi. Yox, Əli Qəmbərov. Bəs axı bu xəlifə ona müraciətdə deyirlər ki, ey möminlərin əmri. Və bu onda yalandan deyirlər. Möminlərin əmri müraciət Əbu Bəkr Ömərə də ediblər. Söhbət onda deyil. Müraciət insanlar eləyə bilər. Amma o şəxslər, imamlar, o deyiblər ki, o bizim atamızın ləqəbidir. Başa düşdüm. Onda Ali bin Abu Talib radiyallahu anhudan sonra Ali bin Abu Talib xaric Mehdi əleyhissalama qədər bizim hamimizdir onlar. Onlar hamısı bizim imamımızdır, rəhbərimizdir, əmr sahibimizdir və xəlifələrimizdir. Hamimizdir də yəni, hamimizdir, bizim hamimizdir. Hami nədir? Sözü başa düşmədim. Sizin haminiz Allah Rəsulü. Əmr sahibi, bəli. Orada iki dənə ad Əli əleyhissalama məxsusdur. Bir Ayətullah Uzmadır, onu heç kim götürə bilməz. Ayətullah Uzma. Bir də Amirəl Möminin. İndi məsələ burada dəyişir, Əli Qəmbərov. Xahiş edirəm dinləməni bir 30 saniyə. Əgər Ali bin Abu Talib radiyallahu anhudan Mehdiyə qədər olan keçən sizin saydığınız insanlar bizim hamimizdirsə, ayə bunları inkar edir. Həzrət Əlidən başqa. Sizin nəzərinizlə ayə Həzrət Əlidən Həzrət Əli xaric qalanları inkar edir. Niyə? Ona görə ki, ayə deyir ki, sizin haminiz Allah Rəsulü namaz qılıb rükû halında zəkat verənlərdir. Biz də sizin nəzərinizlə deyirik ki, rükû halında Həzrət Əlidən başqa heç kim zəkat verməyib. Ona görə bizim hamimiz ancaq rükû halında zəkat verəndir. 11 nəfər də rükû halında zəkat verməyib. Nə qədərində? Bizim hamimiz statusundan çıxırlar. İndi o bizim hamimiz statumuz orada deyir ki, İnnəmə vəliykumullah. Sizin vəliniz yalnız Allah Rəsulu və rükû vəziyyətində zəkat verənlərdir. Əli əleyhissalam şanı nuzuludur bu ayənin. Və 11 dənə imamın 11-i də eynən bu işi gördüklərinə görə və orada Dəlil varındır 11 imamın. Misal o ayəni Həzrət Əliyə gətirirsiniz ki, məsciddə barmağını qaldırdı. İndi mənə dəlil gətir ki, İmam Hüseyin rükû halında zəkat verib. Bismillah. Bizim Qəmbərov, Qəmbərov, üzr istəyirəm. Qəmbərov, bu müşrik mövsümü qoşda Əbu Taqba profildir, öldürür mən WhatsAppda. Sən bir dənə elan elə, elanı təzələ, paylaşım yox Qardaşlar, Əbu Taqva profildir. Qardaşlar, demək aşağıda elan paylaşılır sədəqə üçün, bir ailə üçün yığılır, hədəf 574 azəndə evin təmiri üçün. Və burada materiallarla usta pulu yığılır. Zəhmət insanlıq xatirinə. Kimin imkanı varsa 1 manat, 2 manat, 5 manat, 10 manat atsın. Bu qədər. Qardaş, üzr istəyirəm. Əvvəla salam aleykum. Bu İnsan surəsi 8-9-un təfsirində
Zəməxşəriyə Mötəzilə deyib qıraq atmaq olar, Fəxrəddin Raziyə falsı deyib qıraq atmaq olar. İlişmirəm, az ciddi deyirəm. Amma problem nədir? İbnül Cövzidən də bu təfsir gəlir və İbnül Cövzidən tapa biləcəyimiz maksimum şey 1-2 dənə isim sifətdə təvilə getməsidir. Yəni Ləlönər Qoraq qırağa Salamat imamlardan da bu təfsir gəlir. Və eləcə də İbnül Cövzi deyir ki, burada Allahın deyir, xanım Fatiməyə sevgisidir ki, sevgisinin təcəllisidir ki, Fatimə qısqanmasın deyə həmin ayələrdə sırf huri söhbətini eləməyib Allah. Deyir, başqa ayələrdə cənnət nemətlərindən danışanda huri söhbətini edir. Amma Fatiməyə xas indiyi üçün bu ayə, Fatimənin hörmətinə hurini yazmır ki, əlini qısqanmasın. Birəbil İbnül Cövzi bu ləfzlə gətirir o ayəni. Yəni, olan da demək bizə yaraşılan artıq bir şey deyil, başqa da can sağlığı. Yəni var. Var. Elə də deyirəm ki, yəni deyir ki, Allahın Fatiməyə sevgisinin təcəllisidir orada hurini göstərməməsi, hurini yazmaması yəni. Da bunu hara gizləyim mən? Hə, başa düşdüm. Allah razı olsun. 1 manat da gəldi, Allah qəbul eləsin. Qabaq Mən çıxdım, zaman Allah amandımız. Demək, zaman qardaş atır jetonla. Zaman qardaş onu jetonla sən mənə yaz, məsəl proqram deyəcəm atmaq üçün xaricdən atanda. Yəni TikTok onun 50%-ni tutur. Revolut proqramı var qardaş, Revolut. Kim xaricdədirsə Revolut yazsın, Revolutla ata bilər. Revolut. Ural qardaş, sən qardaşa deyəydin ki, əlimə göndərsin. Sənə göndərdi, o şey, elə bir TikTok'da götürəcək, orada da bölünəcək. Amma promo TikTok'a canlını atsana göndərsə, onda daha çox şey olur da. 2 manat da gəldi, 20 manat da gəldi. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah qəbul eləsin. Hə, qardaşlar, yox, zamana başa sal, Revolut proqramı var, ehtiyac yoxdur. O TikTok'u yedizdirməyə bizə ehtiyac yoxdur. Yetimlərimiz nə qədər istəyirsən varımızdır. Damları damır. Yəni o TikTok yeməkdənsə Revolut proqramı ilə belə atın qutarsın geçsin də. 571 bu da hardasa şey eləyərik Qəmbərov. Çıxardanda məsəl deyərəm 600, 700 jeton. Deyərəm nə Allah qədər. qəbul eləsin. Problem yoxdur. Allah qəbul eləsin. Yəni Onda tabii artıq olur. Hə, kim xaricdə yaşayırsa belə bir gözəl proqram var, Revolut. Onu yazır, şəxsi karta vurur, orada transaksiya 1%'dir. 3 manat da gəldi, Allah qəbul eləsin. Allahümmə salli ala Muhammed. Demək qardaşlar, elanı bir də deyim, aşağıda demək sədəqə elanı paylaşılır. Bir ailənin evinin şiferi üçün. Yəni qardaş aşağıdan düz yazdı. Yəni evin təmiri deyəndə biraz yanlış anlaşılma olur. Evin şiferi bərbad vəziyyətdədir, material, usta haqqı və Usta haqqı bir də maşın daşımadır. Material məsələsi o sonraki məsələdir. Hələlik daşıma bəli, yəni bu qədər. Bəli, bu qədər. Kimin imkanı çatsa 1 manat, 2 manat, 5 manat, 10 manat, nəyə gücü çatır atsın Allah xatirinə. Allah atanların malına bərəkət versin. Hə. O summaya ev remont olmur da bilirsiniz. Yəni təmir də, yəni deşikləri zadı yamamaq da belə düzəliş işləri ki danmasın. Hə. İndi qardaşlar, bax indi vəziyyətdən çıxartmaqdan ötürü gətirdilər. Yenə də sağ olsun. 2 manat da gəldi. Allah qəbul eləsin. Hə, indi bu qardaş gəldi Müslim. Saşaya dəstək oldu. Saşa da görsən, bax onların da məsələsinə həmişə dəstək olur. Gəldi dedi ki, bizdə bir dənə təfsir var. Demək sağ olsun Müslim. Yəni bu vəziyyətdən çıxartdı. Sonra Arab Səbuhi də Zəməxşəridən tapdı, çıxartdı. Halal olsun. Fəxr edirəm ikisindən də. Yəni yekdil olaraq Elməddin də gətirdi. Elməddin dedi ki, mən Əlixandan eşitmişəm. Əlixan savadlı adamdır. Əlixan boş-boş danışan adam deyil. O, yəni mən o elminə bələdəm, şəxsən də tanışam. Hə, onda belə çıxır ki, İnsan surəsinin həmən məsələsində şan-ı nuzulu demək Məhəmmədin ailəsi Əli, Həsən, Hüseyin və Fatimə və onların kənizi Fizzə. Bunlar da şan-ı nuzulu. Həmən bu yolda əsri o məsələ üçün soram kimlərdir orada? Yetim, fəqir və əsri yedizdirdilər və Allah da onlara bu dünyada və gələcəkdə verdi, bunlara nemətlərindən əta elədi. Allah razı olsun. İndi biz də
biz də Rəsulullahın sünnətinə əsasən, Əhl-i Beytin sünnətinə əsasən Allah nəsib eləsin ki, biz də məsəl üçün indi müqəddəs Ramazan ayında oruç tuturuq və Allah nəsib eləsin ki, biz də onların o elədiyinin heç olmasa bir 10%-ni, 5%-ni, 1%-ni biz də eləyə bilək. Allah hamınızdan qəbul eləsin, tutduğumuz oruçları, verdiyimiz sədəqələri, Allah hamınızdan razı olsun. İndi mövzu ətrafında kimin nə sualı varsa, nə əlavələri varsa, nə məsəl iradları varsa, müzakirə edə bilərik. Müzakirə açıqdır, sorğu sual buyurun. $2 manat, 5 manat. Allah qəbul eləsin. Allahumma salli ala Muhammed və ali Muhammed. 6 maddə gəldi. Allah qəbul etsin. Allahumma salli ala Muhammed və ali Muhammed. Hə, qardaşlardan kimsə qalxmaq istəyir? Görək. Mənim sualım var, əslində başqadır. Yəni biraz ixtilaf deyil, sadəcə niyə İbn Cövzi ilə məsələn üçün digər təfsirin mötəbərliyi yoxdur başqa məsələlərdə. İmini bu məsələdə o dəlil gətirilir. Onu verəcəm, amma yendirəm. Sonra eləyərik bunu. Adəm, kitab əhlinin kəsdiyi əti yemək bizim mənxəzdə yoxdur. Xeyr, olmaz. Çünki bizdə şərtlər var da, şərtlər kəsən şəxsin qiblə, məsələn, müsəlman olmağı, sonra Allahın adını zikr eləməyi vacibdir. Ona görə... Quran nə deyir bəs, Əli müəllim? Quran nə deyir? Sizin mənhəci bildim. Quran nə deyir bəs? Elə Quran da həmin şey deyir də. Quran orada nəsə elə bir başqa şey deyir. Quranda 2 dənə ayə var. Biri deyir ki, onların verdiyi taamları yeyin. Səhv eləmirəmsə. Birində də deyir ki, Allahın adı kəsilməyən heyvan ətini yeməyin. 2 dənə ayədir. O müşriklərə aiddir. Başa düşmədim. Bu kitab əhli müşrikdir. Yox, deyirəm də, kitab əhli də müşrikdir. Sadəcə olaraq Allah Subhanahu taala Quranda kitab əhlin istisna elədi. Qulaq as. Səvoy, Nisa surəsi 150-ni oxu və Nisa surəsi 151-i. Allah Subhanahu və Taala'nın bir peyğəmbərini qəbul etməyən nə hökmlədir? Kafir. Kitab əhli, xristian və yaxud yahudi. O sənin peyğəmbərini qəbul etsə, zaten gəlib müsəlman olar, İslam dinində olar. Kitab əhlindən qız ala bilərsən, Həsənov. Qız vermək olmaz. Qız almaq olar çünki... Ala bilərsən, verməyi demədim. Təbii ki. Müşrikdən qız ala bilərsən. Qulaq as. Qız. Kitab əhli olmayan var. Şiəyə görə yox. Qulaq as, bir dəqiqə. Sizdə hədis var ki, qadın yoldaşına meyilli olur və etiqadını dəyişib tövbə edib müsəlman ola bilər. Amma ət kəsim başqadır. Ay qardaş, deyirəm, Buddistdən qız ala bilərsən, qadın zövcünə meyilli olur, əqidəsini dəyişə bilər. Buddistdən qız ala bilərsən. Yox. Xeyr. Elə şey yoxdur. Əssalam da qardaş. İndi bizdə heç axı xristianı da ala bilmərik. Bizdə o qəbul eləməsə mümkündür. Yox, mən qulaq asdım, qoy bir də icazə ver. Bax, kitab əhlinin bax sual verim, kəsdiyini sən necə yeyə bilərsən ki, o sənin peyğəmbərini qəbul etmir? Bismillah. Qardaş, başa düşdüm. Burada kitab əhlindən ticarət də eləmə. Sən peyğəmbərini qəbul eləmir. Yox, ticarət başqadır da, ticarət. Bəqərə surəsi 111-də. Bilsən, Allah Azə və Cəllə Quran-ı Kərimdə kitab əhlindən alıb yeməyi bizə icazə verdi. Ancaq kitab əhlində istisna elədi, qardaş. Bu Quranın niyə inanmırsınız ki bu Qurana? Nədir? Hamı işamı gətirin bura. Qardaş, sən Quranısən? Mən Quranı deyiləm, Quran mənə hüccətdir. Mən kitab... Ay qardaş, Quran deyir ki, siz bu kitabla sual olunacaqsınız. Təfsirində nədir, ay Səbuhi? Xahiş edirəm. Diqqət elə. Sən onun bizim təfsiri zəhmət olmasa diləni oxuyaq. Hansıdır o şey? Təfsirdə oxuyaq görək. Maidə surəsi 5-ci ayədir. O imamlarımızdan var ki, o ayəni digər ayə
qüvvədən salıb. Maidə surəsi 5-ci ayədir. Yo, elə deyil. Evlənmə, yemək. Ümumi tam Maidə 5-dir, ümumi. Yəni ki, onların əhli kitabın tamını yeyə bilərsiniz. Ət istisnadır, ət. Ətə adilli ayə var. Bəli, eləcə də Əli müəllim əhli kitabdan axı Quran ayələri deyir, yəni hamısı eyni dövrdə onlardan da elələri var ki, namaz qılırlar, ağlayırlar. Onlar iman gətirmişlər, deyə qardaş. Bəli. Onlar müsəlmanlardır. Südür, bitkidir, kartoşkadır, nə bilim, salatdır, balıqdır, nə bilim. Yox, Qəmbərov ona zaten Bəqərə surəsi 111 izin verir. Ticarətdir. Biri də var ki, ət kəsimi. Bu icazə yoxdur buna. Həqiqətən onlar Bismillah demirlər qardaş, açıq-aşkar ayə var da. Allahın adını çəkil kəsən. Qardaş, kitab əhlinin istisna ilə daim bil. Elə güc verirsən, deyirəm ayə var, açıq ayə. Nisa surəsi 150 var, Nisa surəsi 151 var, aç oxu. Qardaş, mən zaten kitab əhlindən yox, məhəlləmizdə kəsəndən də alıb yemirəm. Söhbət ondan gedir, mən kitab əhlindən ət alıb yeyirəm. Mən o gün Əli Qəmbərova nə dedim orada? Qulağıma bir söz dedim, yadıma gəlir. Yəni mən ümumi şeydən danışıram. Mən də məhəlləmizdə kəsəndən alıb yemirəm. Yox, mən səndən tamamilə razıyam da. Bizdə dedi baxı şərt qiblədir. Bildim də indi siz başa düşdüm də indi siz elə deyirsiniz. Allah Subhanahu taala, mən də deyirəm ki, Allah Subhanahu taala kitab əhlindən ət alıb yeməyi, onların kəsdiyini yeməyi bizə caiz görüb. İndi qardaş, mən demirəm, elə bir ayə yoxdur ki. Yoxdur. Mənə Hişam lazımdır, Hişam. Siz hamınız zəif mənsiz mənim üçün. Mənə Hişam lazım. Hişam səni elə bura Hişamla bir yerdə gəldin də, Yevlaqdan bir yerdə gəlmirsiniz siz bura. Yox, biz Arpaslan canlısından gəldi Hişam. Hə, Arpaslanın canlısında Arpaslan yeganə insandır ki, nə təfsir qəbul edir, nə şiənki, nə sünnünki. Arpaslanın özü təfsir verir. O Saşanın mənxəzini qəbul edir Arpaslan. Ki? Arpaslan. Ne oldu? Başka vaxtı deyirdiniz Saşa bizdendi. İndi de deyirsiniz Alparslan Saşa mənhəci qəbul. Özünüz deyirdiniz ki Saşa bizdendi. Ben de bayaq Saşa'nın Alparslan'ın canlısında gördüm. Orada dedim ki proqram kadı. Əli Qəmbərov Saşa'nı açıb proqram indi bağlayacaq. Sabuni, bax Saşa özü buradadır. Açsın desin. Mənə gündə 3 dəfə zəng gelir ki, Səbuhini aparmışam. Səbuhi Quranidə təfsir zad qəbul eləmir. Özündən soruş. Des Alparslan əməllikdir. Şimdi Saşa desə ki günəş şərq, Saşa desə ki günəş şərqdən çıxır, mən ona inanmaram. Nə bilim qardaşım, deyir də. Nəsə demək povut vermirsən ki o söz deyir. Osman, bir dənə söz deyim, Sabuhim. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, bir-birinizə kininiz, küdürəsiniz olmağı sizə ədalətsizlik söhbət. Yarım saat qalıb. Bunun zəncirini tap şeylə bunu bağlayaq. Onun zənciri şeydədir, Kərbəlayı Rasimdə. Bax, nə deyirəm, o səfər o la ilahe illallah söhbətində gəldim, arxanda durdum, düz söz deyirdin. Arkanda durdum, özdə. Hamam suyu ilə özümə dost tutmayı, arkanda durdum. Hamam suyu ilə dost tutmuram, mən onu həmişə demişəm. Sən dediyin deyə demirdim, sən düz doğru söz dediyin üçün dedim ki, düz deyirsən. Adin 22, niyə qardaş, niyə? Niyə qeyri-ciddi insanam, niyə? Yo, ay Adin, onların fikri başqadır, bizdə başqadır. O öz etiqadına görə danışır, orada heç bir problem yoxdur. Biz durub onun mövzusunu eləmirik. Sabuhi haqqı yaxın adamdır, dəyməyim, mənim əzim. Ya Saşa, aparmısan kişi kimi. Qardaş, öz mərhəcinə uyğun danışmadığına görə bəli aparmışam. Əhsən, bəs salam. Sabuhi, sizin təzə mürşidiniz Şahin Nəcəflidir, biləsən. Xəyyam və Şahin Nəcəfli. Gedəndə... O kimdir? Əli müəllim buradasın. Şahin Nəcəfli kim daha Həsən? Adını səhv. Saşanın şeyidir də, müctəhidi. Hə, buradayım qardaş. Əli müəllim, indi bu bayaqla İnsan surəsini oxuduq da, təfsirləri də gördük ki, yəni bu çoxdur təfsir, Alusinin təfsirində, Qurtubidə bir neçə nəfərdir adını çəkəm. Yəni gördük ki, bu kimə aid olur? İndi ayəyə baxın, zəhmət olmaz.
Yasin surəsi 21-ci ayə. Sizdən heç bir müjd istəməyənlərə və özləri də doğru yolda olan kəslərin ardınca gedin. İndi bu birisində gedir ki, onlara tabi, yəni baxın bu birisinin tərcüməsinə. Bu bünyatı, Əlxan Bugün qarşınır. Ay, Ki, mobil. nə istəyirsən? Qardaş, bir dəqiqə, Saşa, qurban sənə, bir dəqiqə deyəndə. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin. Bu da Əlxan Musayev. Peyğəmbərə aiddir da. Ay qardaş, Peyğəmbərin adı var burada. Özündən niyə şokka çıxardırsan? Allah Həzrət Əlinin adı var. Həzrət Əlinin adı var. Ay əziz qardaşım, sənə deyir ki, sizdən mən ad demədim, mən demədim ki, bu özün dedin ki, İnsan surəsi filan kəsə aid. Bu ayədə deyir ki, sizdən heç yəni sifət göstərirsən. Ad demir. İnsan surəsi 62-də nə deyir ay Mubin? Sən hələ bunu bir dənə həzm edər keçəksən. Nə oldu ona bir dənə ayət dedim. 16 dənə ayə qoyuram belə. 16 dənə elə ayə qoyuram qabağına. Sakit dur. Lap yaxşı. Deməli 16-sı da elə mən dediyimi deyir də. Deyir ki, sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedir. Ay Mubin, dinlə Mubin. Sən istəyirsən ki, Saşa, səbirli ol, xahiş edirəm. Sən istəyirsən ki, biz mübariz Mehriyə kim deyək ki, Ali bin Abu Talib uçurdu. Onu deyəsən ki, bunlar Həzrət Əlini sevir. Sən bunu bax, sən yalan deyirsən axı. Mübariz Mehrəli belə bir söz deməyib bax. Ne demədi? Saşa, deyirsən ki, bu ayə Peyğəmbərə aiddir də, hə? Namazı sən Allahdan ağıllısan, ha? Allah burada Peyğəmbərin adını çəkib, heç Peyğəmbər deyil. Yəni, ayədə bu söz yoxdur, sən haradan gətirib soxursa ora? O sözü arpaslan uydurur. Qardaş, o elə söz deyən olmuyor. Yo, onu Şeyx Rüyal demişdi. Deyən var. Şeyx Rüyal demişdi ona. Onu Şeyx Rüyal demişdi. Qardaş, kainat da deyib, Şeyx Rüyal da deyib, Mübariz Mehriəli də deyib. Hətta Mübariz Mehriəli deyir ki, Həzrət Əli ağaçda xurma yığırdı, Salman Farsi də ağacın dibində idi. Hansısa döyüşü misal çəkir. Deyir, yuxarıda nəysə dedi, Salman Farsi gözünü açdı, görür ki, 1700 kilometr o yandadır. Qardaş, Mübarizin qoşuna mən tamamən baxmışam. Nə deyirəm, get bax onu. Yox, bir dəqiqə səbr eləyin. Orada uçmuyor və o Tabuk döyüşündə Mədinədə qalırlar, Mədinədə. Əli Əleyhisselam getmir. Orada teyül ərz baş verir. 7 dənə addım atır, Mədinədən gedir, çıxır Tabuka, arkasında da Salman onun addımlarını o uçmuyublar ki. O teyül ərz eləyiblər. Bu addımın uzunluğu nə boyda olub, bəlli. Addımın uzunluğu, neyinsən ki, Bilqeysin taxtını Asif ibn Bərxiyə nətər gətirdi? 1000 kilometr Yəməndən. Problem bilirsən nədir, Əli Qəmbərov? Problem odur ki, siz Quranda açıq nasları qiyas edirsiniz. Hansı ki, əqidənizin təməl prinsipində qiyas haramdır. Siz hər şeyi qiyasla icma eləmək istəyirsiniz. Təsdiq eləmək istəyirsiniz. Onu gətirən adam adi bir dənə vəzir olur. Süleyman Peyğəmbərin vəziri olur. Hər kim olur? Yox. Səhv deyir, Sabır gözlə. Orada deyir ki, o elm verilmiş şəxslərdandır. Elm verilmiş şəxslər düz deyir Saşa. Sıradan bir adamdır. İndi yəni o elm verilmiş şəxs, yəni Həzrət Əlinin elminin yanında Musanın da yoldaşı elm verilmiş şəxslərdən idi. Harda imtihan elədin, Süleyman Aleyhisselamın yanındakı Həzrət Əlinin imtihan elədin. Nə bilirsən onun elmi nə idi? Musanın da yoldaşı elm verilmiş şəxslərdən idi. Bəli. Musanın qardaşı elm verilmiş şəxslərdən idi. Asif ibn Bərxiyə da. Asif ibn Bərxiyə elmdən bir hərf bilirdi. Musanın yoldaşı da 3 hərf bilirdi. Əli Əleyhisselam 70 hərf. Əli Əleyhisselamın bütün kitabın elmini bilən. Rəd surəsi 43. Zaten Əli ayədə də elə getir ki, kitabın bir hissəsi. Peyğəmbərdən üstün idi ki. Rəd surəsi 43, axı Əli müəllim, mən sizə izah elədim, yenə getdiniz o mövzuya. Mən Rəd surəsi 43 haqqında sizə geniş təfərrüatla danışdım axı.
Nə danışdın ay Sabuhi? Danışmağınla sən o dəlil gətirməlisən ki, o Dəlil gətirdim də sənə. Sənə dəlil gətirdim ki, mən sənə inanmıramsa, Həsənova vəbşə inanmayacam. Mən inanmalıyam bir nəfər sənin yanında olmayana. Sən deyirsən ki, Allah Rəsuluna inanmadılar, Həzrət Əliyə inandılar Rad 43-də. İsra bir dənə İsra 59 oxuyun. Kimdə Quran var? Ay şeylər, qardaşlar 150 nəfər adamı, 150 nəfər adamı. 550 neçə manat hədəf var. Adama belə götürəndə 4 manat, 3 manat, 4 manat pul düşür. El gücü sevgi. Sən qınamıram, yarasa. Sən qəbul edə bilmirsən, mən ona nə qayırım? İsra 59. Ay, Rasim gəldi. Bir nəfər Rasimə yer versin. Rasim indi bir dəqiqə cavab verəcək sənə Sabuhi. Rasimin elmi var, qulaqları Mən yığılsın Rasim'i bura. qaldım. Ona böyük sevgi və məhəbbətimdən dolayı yerimi verə bilərəm ona. Yo, sən getmə də səndən ikiniz, sən, Saşa o, üçünüz olanda super söhbət gedir. Bura bax. Sən Qulaqları nə yığılsın? sənə görə gəlib. Lələ, qulaqları nə Müəllim, yığılsın bura? istəyirsiniz mən düşüm. Gəlsin. Ümid Elməddən düşdü. Bir dəqiqə. Qulaqları nə yığılsın bura? Ailələr, Ay, sən qulaqları nə müəllimə yığılsın bura? qulaq deyilsin. Paşa, sən müəlliminə Mən qulaq qardaş, deyilsin. Rasimin elminin yanında təsliməm. Əli Qəmbərov, Rasimin elminin yanında təsliməm. Mən deyirəm ki, Saşa danışsın onu ilə. Rasim, gəl görüm yuxarı. Bunlar nə demək istəyir? Bunlar sənin elminə şək eləyirlər. Qoca kişidir, çıxır mənim sualıma cavab vermir, mən də jim elətdirirəm, qolluq çağırmır. Hə, Rasim elə bir adam deyil. Rasim mən gözümü açanda birinci səfər Rasimi görmüşəm. Səcdədə rüküdə, kəndində. Ya böbürlər. Məlük yox, salam məlük yox, Rasim. Salam məlük yox, salam Sənin aleyküm. qulağın qurğuşun tökülüb. Mən deyirəm assalamu aleykum. Mən demədim məleykum ha. Sənin qulağın qurğuşun tökülüb. Salam necəsən bana? Başa düşürsünüz. Buna görə Saşa, Salam Əlidən. Saşa, Salam Əlidən də ona görə Saşa. mələküm deyir. Saşa da deyirəm